Yeni çıxan qaydalara görə paylaşdığımız hər bir şeyin altında reklam hashtagı qeyd etməliyik. Amma bilmirəm bu videonun altına da qeyd etməliyəm yoxsa yox. Nəysə, hal-hazırda çiyələk çox olduğuna görə yarısını gətirib cem hazırlayacağım. 1 kilo çiyələk götürdüm, saplağından ayırdım, suyun altında yuyub duruladım. Daha sonra isə üzərinə 200 qram şəkər əlavə edib, bir də yarım limonun suyunu sıxdım. Bir neçə dəfə qarışdırdıqdan sonra 20-25 dəqiqəlik soyuducuda saxlayacağam. Mən çiyələkləri doğramadım, siz istəsəz doğraya da bilərsiniz. Məndəki onsuz da dərmansız çiyələk olduğuna görə bişdikcə özü əziləcək. Şəkər tam bir-birinə qarışandan sonra soyuducuya qoyuram. Soyuducuda 20 dəqiqə saxlayıb qazın üzərinə qoyacağam. Amma diqqət edin, şəkəri tam əriməlidir. Bişirmə üsulum isə çox sadədir. Əvvəlcə qazı gür qoyuram. Köpüklənib qalxan kimi qazın odunu alıram. Orta atəşdə qarışdıra-qarışdıra bişirirəm. Üzərinə yığılan köpüyü isə yığıb atmıram, onsuz da hamısı bir-birinə qarışacaq, narahat olmayın. Bu minvalla marmelat olana qədər bişirdim, rəngi də çox gözəl alındı. Qabda bərk olubsa deməli hazırdır. Soymasını gözləyəndən sonra isə bankaya doldurdum. İstər şirniyyatlarınızda, istər səhər yeməklərinizdə doya-doya istifadə edə bilərsiniz. Zövqə görə içərisinə vanil də qatmaq olardı. Amma mən istədim ki, elə öz qoxusu olsun. Ən sonunda da dayana bilməyib test etdim. Həqiqətən də çox bəyəndim. Bəyənmədiyim heç bir resepti səhifəmdə bölüşmürəm. Bu qədər. Özünüzə yaxşı baxın. Allah amanında.